Selamünaleyküm, hər vaxtınız xeyir gözəl insanlar. Bax, meyvə buradadır gözünüzün qabağında. Ağaçlar da standart ağaçlardır. İndi təzə bir metod da çıxıb ki, bu calaq əkməsən bu əmələ gəlmir. Ağacın maşallah sübh oldu. Həm xırdası var, həm irisi var. Bu da normal sayılır. Əgər bu ağac, burada görürsünüz, bu ağac görürsünüz burada. Bu ağac 16 ildir burada əkilibdir. İndən belə də hələ demək 60 il məhsul verir. İndən belə də 44 il məhsul verəcək. Meyvəni görürsünüz, meyvə boşdadır. Bu bir. İkinci deyirlər ki, güya ki bu 16 il bundan qabaq calaq ağaçlar yox idi. İndi güya ki deyirlər ki, siz kivini calaq əkməsəz, yekə meyvə verməyəcək. Xeyr, yanlış fikirdir. Bura nə Asiyadır, nə İndoneziyadır, nə isti ölkələrdir ki, sizin dediyiniz o calaq ağaçlar gəlsin, iki bu boyda meyvə versin. Əgər onu kimsə dakazat elə bilirsə də, o meyvəni əksin verdirsin. Çünki bir nəfərə də calaq ağaçla satmışdılar. 5 ildir o adam gözləyir, bir dənə meyvə verməyib elə. Verdiyi şeylər tökülür. Adi ağaçdır da, yəni normal kividir. Yəni irisini də verə bilər, xırdasını da verə bilər. Əgər onun torpağı yaxşı olmasa, əgər sizə düzgün başa salmasalar, əvvəlcədən torpağı yaxşı olmasa, bəli, meyvəni xırda verə bilər. Seçim də sizindir. Aldığınız yerdən düzgün məsləhət alın və calaq ağaçları 10 manat verməkdənsə də gəlin orada göstərim o calaq ağaçları. Calaq ağaçları 10 manat verib, bir dənə çöpünü alıb, calaq ağac əkməkdənsə də valla eyni ağaçdır, eyni şeydir. Yəni bax görürsünüz nə gözəllikdədir. Gövdənin gözəlliyini. 4 dənə bu ağacı əkin. Gəlin mən dediyim qaydada başa salım. Verməsə meyvəni, sonra deyin ki, niyə meyvəni vermədi? Yenə deyirəm. Bu ağac mənim öz həyətimdədir, kənarda deyil. Qonşudan dərmirəm, bir şey eləmirəm. Ya başqaları kimi başqasının belə deyək, tutub Yaponiyanı videosunu götürüb Azərbaycanda canlandırır ki, bu meyvə İtaliyadan gəldi, bu meyvə Yaponiyadan gəldi. Xeyr, bura Azərbaycandır, Gəncədir, meyvə də göz qabağındadır. Ağac da eyni ağacdır, heç bir fərqli bir şey yoxdur. İkinci o ağac 16 il bundan qabaq əkilibdir. Bugünkü gündə calaq olsaydı, bəlkə mən avam olsaydı, aldanardı, mən də alardım. Amma normal bir ağacdır. Ağacın əkilmə qaydasını da başa salıram. Nə cür əkilməli, nə cür əkilməli deyil. Aparırsınız, ən azından 3 il, 4 il gözləyirsiniz. Ağacın formalaşma devri keçənə qədər. 3 il 4 ildən sonra başlayacaq məhsul verməyə. Burada qeyri-adi iş nə yoxdur. Yəni boş-boşuna pulunuzu bir dənə çöpə verib, birini 10 manata alıb, bir dənə çöpə alıb, 10 manat əhmədənsə də 20 manat verin, 5-4 dənə belə ağac alın. Məhsuldarlığı da gələcəkdə ondan çox olacaqdır. Məndən bu qədər.